Salam əziz tamaşaçılar, hər biriniz xoş gəlmisiniz. Bugün Yollar Görüşəndə tamaşası ilə qarşınızdayıq. Tamaşamız başlamaq üzrədir. Zəhmət olmasa telefonlarınızı səssiz alın. Digər tamaşalardan fərqli olaraq çəkiliş sərbəstdir. Xoş izləmələr. Başlamışam, indi təbiəti təsvir edirəm. Xahiş edirəm, çox uzatmayın. Axı mən qırındayım. Bu nə danışıq tərzidir, hə? Bu nədir? Olur. Bu nə geyimdir? Xoşunuza gəlmir. Axı mən qəhrəmanı başqa cür təsvir edəcəm. Kes bura. Qəribə adam səni, papanı çıxar. Pencəyi çıxar. Al, qalsın takıyorum. Yakan düzelt. Düzelt özünü. Deməli, belə. Adım Mayıs'dır. Mayıs. Sənətin gələcək alim. Alim. Aspiranturanı Üzr bitirirsən. istəyirəm, bir dəqiqə. Mən evliyəm, yoxsa... Yo, eşq təzə vurub başına. Təzə. Hə. Kimdir o? Gözəldir. Əvvəlcə özünü təqdim elə. Salam. Mənim adım Mayıs'dır. Aspiranturanı bitirmişəm. Eşq təzə. Bəs sizin adınız nədir? Ədəbsiz. Yox, mən ədəbsiz deyiləm. Mən sadəcə olaraq sizinlə tanış olmaq istəyirdim. Bəlkə mən istəmirəm. Çünki adamla belə tanış olmazlar. Üzr istəyirəm, bəs necə oldular? Yaxşı, onda deyin. Azacıq da olsa mən sizin xoşunuza gələrəm. Yaxşı, onda bir dəqiqə. Sən elə bir şey eləməlisən ki, məni istəyirsən. Hə. Gəl. Abi, əmirsin. Nə xəbərdir? Hala tələsirsən belə. Mən ölüm buna baxayım. Ver görüm sümkanı. Ay, sən kimsin? Sən kimsən, ha? Ay, bura. Yox, özü həll eləyər. Gözlə gələcəyəm. Mənim adım Mayıs'dır. Eşq kızım. Bir şey olmaz. Ne olsa da koymaz antrenör. Mənim toyumsa laf tez olacaq. Hə? Özü də laf. Toy? Ne toy? Hansı toy? Nə quruyub qalmısan, get dalınca. Deyəsən məsələ dolaşdı axı. Bütün əhvalat dəyişə bilər. Ay olan olub, keçən keçib. Qızın adı Çiçəkdir. Aha! Bu əhvalatın bir iştirakçısı da var. Çiçəyin nişanlısı Həmid. Cavan oğlan, bir dəqiqə bura gəl. Kim? Hə? Bəli, siz. Gəlin. Baş üstə. Sizi çağırdım xəbər verim ki, indicə nişanlınız buradaydı.
Özü də tək deyildi. Bəs hara getdi olar? Darıxmıyor. Özüm taparam. Alo. Kimdi? Çiçəkdir. Onun sana heç yaxşı yox. Ne oldu danışdığım? Sabah nədir? Bugün. Bax belə bu saat, bu dəqiqə. Hə. Yaxşı. Oldu, yaxşı. Danış. Belə işlər yoldaş müəllim. Sağ ol. Bu işte bu yandan çıxdı. Görünür məsələni valideynlərsiz həll eləmək olmayacaq. Dava dalaşda kimi öz yerində. Eşidirəm. Hə, sənsən? Hə, kim deyirsən? Bir dəqiqə. Malis Nəcəfov. Yox, belə adam işləmir bizim dayıda. İşləmir dedim. Yaxşı, bir aramla danış görüm. Yaxşı, yoxlaram, yaxşı. Danışdıq, qutardıqda bəs sən Allah. Oldu, sağ ol. İradə! Bəli, Rıza müəllim. Hardasan? Get öyrən gör Mayis. Nə diyor? Nəcəfov. Hansı laboratoriyada işləyir? Özündə çağır gəlsin bura. Nerede? Buyurun. Mən çağırmışdınız. Əlbəttə çağırmışam. Buyurun. Salamünaleyküm. Keçin, əyləşin. Danışaq, söhbət edək. Söhbət? Bəli, söhbət. Nə söhbət? Nə söhbət? Söhbət də işləriniz necə gedir? Təcrübələriniz nə yerdədir? Danışaq, sonra keçək əsas məsələyə. İşlərim pis deyil. Bəzi təcrübələr də ki, hələ aparmamışam. Hə, təcrübələri? Bəli. Nə? Harda aparmaq istəyirsiniz təcrübələri? Qarayazı safhasında. Harda? Qarayazı safhasında. İstəyirəm bir 10 günlüyünə gedim ona. Elə uzaqda. Yox, niyə ki? Yox, elə olmaz ki, təcrübələri aparasınız burada. Burada. Bəli, heyvanları gətirək bura. Neçə heyvan lazımdır? Onu eləməsə də? Artıq olmazsa zam. Oldu. İşinizdə dikt edərsiniz makinaya. Yox, Rıza. Senin için bir makine de ayarladı. Yox, Oldu, qutardı, danışdı. Adı necə oldu? Mayis. Mən sənin kimi cavan oğlanları çox sevirəm. Bir də görsən nələr olur ki, qorxa girirlər qapıdan, elə zinib büzülürlər ki, daha nə deyim. Bir də ehtirafsız plansız. Bugün nahara izləsən. Təbrik edirəm, uşağım. Sağ ol. Gəldi, danışdıq. Mayis nə diyor? Nəcəfovla, danışdıq. Nə? Nə danışırsan? Qayıdın! Səndən deyirəm. İradə! Tez çağırın bura! Mən çağırdınız. Bəli, cavan oğlum. Kesin. Əyləş. Dediniz ki, vaxtınız haçan tamam olur? Hələ 4 ay var. Gərək siz işinizi bu vaxtacan elmi şuraya təhvil verəsiniz. Hərçənd mən buna əmin deyiləm. Necə? Bəli, əzizim. Biz dövlətin pullarını havayı yerə göyə sovura bilmərik. Heç bilirsiniz,
10 dənə bataqlıq bunduzunun dərsi neçəyə başa gəlir? 250 manat. Bəli, mən yenə sizin üçün keçərdim. Ancaq işinizin iqtisadi əhəmiyyəti ilə alsaydım. Axı siz elə indisi demədiniz. İndicə sizin haqqınızda mən elə sözlər dedilər ki, Mən inanmıram. İndisin intriqalarına mən Bizdə qarışmırsınız. Əvəzində evimə elə bir loz almışsınız ki. Mən? Bəli, sən. Mən sənin kimləri yaxşı tanıyıram. Qızına görə atasının yanında sizi yuva salmaq, hə? Bu nədir? Çişqa. Bu nədir? Yoxsa onun ayaqlarına düşmək fikrindəsən? Axı mən özümü müdafiə etməliyəm. Axı mən öz qızımın şərəfini müdafiə etməliyim. Müdafiə nədir? Mübarizə aparmalısan. Öz səadətin uğrunda. Mübarizə aparım. Direktorumda. Mən nə? Axı siz ağıllı direktorsuz. Vurulmuşam. Görən kimi. İlk baxışda. Ey ağılsız. Axı bir həftə sonraların toyudur. Toy zad olmayacaq. Nə? Biz birbirimizi sevin. Sakit kızım benim. Biraz da sakit. Rədd ol! Onu da deyim ki, tabirində olan işçi ilə bu cür rəftar eləmək yaxşı. Bir də etirazsız filansız. Bu gün nahara sizdəyəm. Nahaq belə əsəbləşirsiniz, Zaməyli. Nəticəsi yaxşı olmaz. Axı bir mənə deyin görün bu işin axırı nə ilə bitəcək. Yəqin ki, sizə məlumdur. Əlbəttə. Yoxsa mənim ürəyim doğrudan da patlaya bilər. Gözləyək görək nə olur. Sizə gəldikdə isə biraz əzab çəksəniz elə də pis olmaz. Evimi ne güne saldılar ay Allah. Bir abur oldum. Yaxşı şey hiç kim görmedi. Neyse orada işin görürsen var. Oldu çiçek kimi. Çiçek. Ah, kadınlar. Ne kadınlar diye parayı salmışsınız. Biraz da gözünüzden uzaklaşan kimi başlayırsınız kadınlar. Ne pisliğimiz olur. Paltarlarını yiyoruz. Yemeklerini pişiririk. Dünyaya uşaq getiririk. Yollarını gözləyirik. Bütün günahlarından keçirik. Hələ üstəlik işləyirik də. Heyecanlanmayın Dilber xanım. Heç kim bilməsə də, mən bilirəm siz nə qədər zəhmət çəkmisiniz. Nə olsun? Axırım nə oldu? Evdar qadın. Hələ bu sonraki söhbətdir. Deyin görün bu çiçəyin işini neyniyək? Bu nə bədbaxtlıqdır başımıza gəldi. Oğlan qızı sevir, qız da oğlanı. Bunun harası bədbəxtliyi oldu? Düzdür, məsələ biraz qarışıqdır. Biraz, sözə baxa, biraz. Elə mən bu birazın üstündən insan içine çıxa bilməyəcəm. Bizim nəslimizdə heç belə bir şey olmamışdır. Eşidirsiniz? Oturup orada yanına dınkıldadı. Heç vecinə də gəlmir. Amma mənim ürəyimdən qara qanlar axır. Dilbər, deyəsən o mən belə səni gördüm. Rıza, məni boşa qatma. Məni boşa qatma Rıza. Sən hələ Rıza deyilsən ki, həmişə deyirdin ki, çiçək gərək sərbəst yaşasın. Nə tüpərsən aşına, o da çıxar qaşqına. Ver, sən misin qız? O oğlanı hardan var? Küçədə. Gözləri bərətmə mənim üçün.
Sən o qoçaq gün gələcək. Bura, Ne için? ahara. Sen ne danışırsan? Sən narahat olma Dilbər. Sən narahat olma. Mən hər şeyi danışmışam ona. Hər şeyi qaynasını salmışam. Ancaq biri var idarə danışasan, biri də var evdə. Buyur konağın geldi. Git karşıla. Sağ ol. Buyur. Rəngi niyə belə qaçıb ay? Neyləsin, qız anasıdır da. Elə olmaq Ben Çiçek hanım. Ha, çalır, qoy çalsın. Gündə 6-7 saat çalmalı. O günün 6-7 saatını ancaq telefonla danışır. Mən dincəndə isə başlayır çalır. Oy, çiçək. Sana qurban, necəsən ay? Çiçek, mənim balam. Necəsən? Sağ ol qızım. Seni bağışlayayım. O meşgul olmalıdır. Gel kızım gel. Get çal, get çal. Dilbər xanım, Bəli. mən restoran məsələsini həll eləmişəm. O direktor biraz ayan buyan elədi. Həm deyirdi ki, şənbə günü olmaz. Elə ki, əlimi saldım cibimə, o saat yumuşaldı. Bilirsiniz, məndən olsa heç belə böyük təmtəraq lazım deyil. Amma nə də olsa, siz də zada institut direktorsunuz axı. Heç bilmirəm, nədən qorxursunuz Dilbər xanım. Onlar elmi tədqiqat institutunun direktorlarıdır. Hə, elə olsa ki, Bilirsiniz Dilbər xanım, sizin də, bizim də gözümüzün ağı qarası təkcə bir evladımız var. Mən istəyirəm ki, onların toyu Deyəsən, qonağımız var. yəqin kansler ustasıdır. Bu. Sındırdınız da bu zəhrimarı. Ömrümdə birinci dəfədir ki, Fəli Nəcib usta görürəm. Gözümüzün kökü saraldı. Dedim yəqin gəlmədiniz, qaldıq kansersiz. Sındırımsız da. Buna bax, lap alimə oxşayır. Alimə. Ancaq insanların tarzı görüşünə görə onlara qiymət vermək düzgün deyil. Xala, mənim alətlərim evdə qalır. Sizə atırıq olar, ya da Yox, ha? Yaxşı, baxaram. Deyəsən, nahar nəmsiz axı. Bu ev gəzən ustalardan heç xoşum gəlməz. Buyurun. Bu aktyor çanı. Bu da bu. Bu da çəkir. Lazım olar. Deməli belə. Deyirlər, qədim Romada ölmüş heyvanların isalatına baxıb, gələcəkdən xəbər verən alimlər olurmuş. Mən də indi bu saat bu alimlər kimi baxıb gələcəkdən xəbər verəcəm. Zamelli, mən ölümdə görüm bu ustanı hardan tapdısın? Bilərsiniz, deməli belə. Çoxdan içilmiş şilah. Birisi dəqiqə. Görürsünüz, bu evdə tezliklə toy olacaq. Nə olacaq? Toy. Toy. İndi orasına da baxım mən. Ötülüyon görür. Sındırmaq asandır. Siz mənə inanmırsınız, mən çıxıb gedə bilərəm. Ustalarında da haysiyeti belə. Qəsdən körlüyorlar ki, onlara ikinci dəfə çağrı verir. Güya başa Sözləri düşmür. mənə deyirsiniz. Yaxşı. Onda hələ mən bu dəqiqə elə eləyərəm. Bax, bunu çırparam bura, bəlkindən də yaxşı Ay, işləyər. kişi! Bir dəqiqə. Mi səsini atıqlarım, nə tez onu təmin edib gəldim. Mən də belə rəftar edirsiniz. Yaxşı, sağ olun, sağ olun. Düzdür, bunlar inandırıcı görünmür, amma olmuş əhvalatdır. Mayıs soyuq qarşılandığından konserleri qəsbən korladı. Oğlan evinin adamları bu həngamədən heç nə başa düşmədilər. Rıza müəllim gördüyünüz kimi Mayıs'ı evdən qovdu. Mayıs! Təkidin qaldı, gəl götür! Çiçək bir cəzasız qalmadı. Onu dərsdən başqa ayrı yerə
kondisioner düzəldi. Necə oldu? Mayıs, ne için onu böcüne salmışsan? Nəyi kondisioneri? Yok, sahibini. Ay ana, mən vurulmuşam. Doğrudan vurulmuşsan yoksa? Yoxsa siz filansız. Bəxtəvər başıma, Vurulmuşam və salam. bəxtəvər başıma. Bu gün nədənsə uşaqlarımın ikisi də eşq elan edir. Hə, nə? Rahidə də? Hə. Onun nə vaxtı dələ? Heç instruktormuyum. Yaxşı, yaxşı. Eləməsin. Özündən çıxma. Haykücürü mən salam. Öz də səninlə ki, ne üçün bacına göz olmamısan? Sən demə öz başın qarışıqmış. Yenə də avaranın biridir. Mayıs, əgər sənin sevdiyin qızın davası sənin haqqında elədirsə, heç xoşun gələr. Ay ana, ay ana. Mənim işim tamam başqa cürdür. Qızın anası məni kondisioner ustası kimi təqdim edir. Belədir. Deməli onların kondisioneri. Hə, ilk tanışlıq uğurlu. Yaxşı, bəs bizi nə vaxt tanış eləyəcəksən ay bala? Tərs var ana. Gərək mən sənin nişanlısı Həmidi bir yolundan rəhdi. Nə? Hə, və səni deməmişsin ki... Ana? Ana! Rahidə tez su gətir. Ana! Ana, Nə anacığım, demişsən ona? mən heç nə. Söhbətimiz bundan 2 saat əvvəl Ah, oldu. keçi, o möhkəm adamdır. Dözüb. Hayır, bəsdir, biraz obyektiv ol. Bəlkə... Lazım deyil, qoy biraz uzansın özünə gələr. Eşitmirsən? Qapının səsini eşitmirsən? Canım, hoş geldiniz. Buyurun kesin oturun. Ama bu bizim direktörümüzdü. Uzanın, narahat olmayın. Rıza müəllim adı. Marvat da bu gündəydi. Buradan keçirdim, dedim bir gedim deyim. Hörmətli, Çay getir benim. hörmətli hökümə xanım. Deyir, qədim indi var, uzaq məsafələrə tüstü ilə işarə edərlərmiş. Bir tüstü həyəcan siqnalı imiş. 2 tüstü o imiş ki, azmışam mənə kömək edir. 3 tüstü hər şeyin yaxşı olduğuna xəbər verirmiş. 4 tüstü qalxanda isə qəbilə başçısı öz qəbiləsini məsləhətə çağırırmış. Yəqin bu 5-ci tüstünün də bir mənası var da, eləmi Rıza müəllim? Var mənası, aynı zaman olmaq var. Həmaya xanım, Hökümət xanım. hökümə xanım, deməli bir gün elə olur ki, bu hindulardan biri ağlını itirir, girir, bütün meşəni yandırır. Başa düşdüm qardaş, başa düşdüm. Hindu deyəsən mənim oğlumda axı. Çox şadam ki, belə həm fikir, həm söhbət. Rıza müəllim, belə olmadı axı. Siz mənim müttəfiqlərimi öz tərəfinə çəkirsiniz. Bu əvvələsiz işdir. Ədalətdən danışır mənə. Mənə oğul vermək istəyir. Kiş. Amma hökümə xanım, Siz sözünüz düşünün. Bir həftədən sonra onların toyudur. Onlar 1 ildir ki, nişanlıdırlar. Restorana can danışmışıq. Dəvətnamələrə kim yazdırmışıq. Elə bu vaxtı sizin oğlunuz yolmamış çömçə kimi atıb özünü ortalar ki, bəs nə var, mən də var. Hərəkətdə konseri demirəm, nə kimi salır. Ot kökü üstə bitər. Rıza müəllim, anam demək istəyir ki, bu məsləhət, bu söhbət ona tanışdır. O da bir vaxtda başqasını sevib, sonra başqasıyla xoşbəxt olurlar. Belə. Həmidə görə heç narahat olmuyor. Eskonserinə görə də narahat olmuyor. Hamısını təqliyədir. Bəs, yaxşı. Bəs nişanlı deyilik. Ona bir çarə taparıq Rıza müəllim. Bir də sizdən bir şey soruşmaq istəyirəm Rıza əmi. Hardan tapmışsınız? O, yaxşı olandı. Onun atası ilə biz möhkəm dostduq. Əvvəllər Kimya Azəv Akademiyasında bir yerdə oxumuşuq. İndi görürsünüz, belə aldım. Başa düşdüm, aydın məsələdir qardaş. Qız sizin sözünüzdən çıxmıyor. Oğlan da ki, ata-anasının iradəsinə zidd gedə bilməyib. Yox, Hökümə xanım. O doğrudan da yaxşı oğlandı. Şən, mehriban. Elə bu yaxınlarda Gəncə estradasında çıxış edir. Əvvəllər Kevində də oynayardı. Nə? Kevin? Gənclik? Mən bugün bu sözləri eşitmişəm. Ah,
Aman, aman. Ama bak, Döşkeme kalır. hemen Rahmet bir çay getir. Aman size gel. Sen getirme, su getir. Gördünüz də, Hökümət xanım bir gecədə 2 dəfə beş quşunu itirdi. Rıza müəllimin dediyinə görə Dilbər xanım da eyni vəziyyətdəymiş. Gəlin indi görək. Gəlin görək, həmin filmdə nə var, nə yox. Serengeti'de heybeti ve namıyla ün yapmış aslanlar bile korkuyu ve ihaneti iliklerine kadar hissederler. Ölümün soğuk nefesi ormanların kralını bile buz gibi titretirken "Ulan klima falan yok mu? Yanıyoruz burada." diyen bir baba yiğit çıka gelir karanlık dehlizlerden. Korkuyu genlerinden söküp atan bu Serengeti serdarı düşmanlarını gördüğünde kaçmak yerine en fazla ölürüz anasını satayım diyerek üzerlerine atar. Bal porsukları genellikle geceleri avlanmayı tercih ederler. Fakat gündüzleri de olası bir sızma ihtimaline istinaden bölgesini sadrazamın sol kuşağı modunda yürüyüşlerle kolaçan eder. Porsuklar genellikle kavgada ilk kurşunu sıkan taraf olmazlar fakat Sen ne olurum? Çok sağ olun. Ben sonunda kadar giren niye gelmemişler? Onlar seni çok gözledi. Aa, Çiçək də sənin üçün yaxşı bir sürpriz hazırlamışdı. Sürprizini çatdırın mənə. Doğrudan. Bakma ola. Heç elə bir şey deyil ana. Sürprizdir də. Günə də olsun. Nasıl olub həmi? Ya nə olmadı? Hə? Sizə dəfələrlə demişəm ki, çiçəyə qarşı heç bir hissi yoxdur. Bu evlənməmək üçün səbəb deyil. Mən onu sevdirəm. Düzü biz bir yerdə böyümüşük, dostluq eləmişik. Amma nə olsun, siz də dostsuz. Gərək çanaq elə mənim başımda çatlasın. Nə çanaq? Çanaq nədir? Sənin ağlın başındadır. Belə bir qızdan əl çəkmək, belə bir ailədən ayrı düşmək, sənin ağlın başındadır. Onların da filarmoniya, konservatoriya, nə bilim, nə monia, nə toriya, təmiz zəhnəmi töküb. Onun musiqilərinə qulaq asmaqdan, not çevirməyinə baxmaqdan bezmişəm. Çaykovski, Beethoven, Girinkov, nə bilim kim, bütün musiqi nəzəriyyəsini əzbərdən bilirəm. Yorulmuşam, yorulmuşam. Bəsdir. Demək evlənmişsən. Şimdi ki evlənmirəm. Evlənəcəm. Amma çiçəklə yox. Başqasını sevirəm. Düzdür, onun simfoniyalardan başı çıxmır. Amma biz bir-birimizi sevirik. Yox, sən belə eləməzsən, həmi. Ay mənim əzizlərim, axı siz çiçəyi mənə onun sürprizini unudursunuz, hə? O da məni sevir. Nə? Necə? Sevmir? Hə, sevir. Niyə? Niyə belə elədiniz axı? Niyə belə elədin? Ay Tövbə xanım, yadınıza gəlir. Siz uşaqları evləndirmək istəyəndə Dilbər xanım öz qızına nə demişdi? Gəlin bir xatırlayaq. Çiçək, əziz balam, sən bizim gözümüzün ışığısan. Biz sənin xoşbəxtliyini, saadətini istəyirik. Həmid də pis oğlan deyil. Qızım, sənin əlindən heç bir iş gəlmir. Oturub orada piyanino dıngıldada bilərsən. Tərəfə də sənə yaxşı qaynanırlar. Qızım, bizi el içərisində pərt eləmə, biabır eləmə, ağıllı balam. O da razılıqla başını tərpətdi. Bəs siz Tövbə xanım, istəyirsiniz mən deyim. Demirdiniz ki, uşaqlarınızı evləndirmək fikri Dilbər xanımındır. Bəs sizin öz oğlunuz Həmidə nə dediyiniz yadınızdadır? Rıza arxalanmalı adam. Səni də öz oğlu kimi çox istəyir. Bir də bu sevirəm, ya sevirəm nə deməkdir? Sevgi vərdişdir. Evlənərsiniz, birlikdə yaşayarsınız, sevərsiniz. Bir də ki, sən kişisin. Səni var ya, xoşun gəlməz, boş yersin, hə? Ha, nə deyirsən?
Razısan? O da iradəsiz Razı ki, deyil. razılıq verdi. Beləliklə iki gözəl cavan sizin qohumlaşmaq, arxa axtarmaq arzusunun qurbanına çevrilməli idi. Bəlkə də ikisi yox, belələr çoxdur. Hə. Toy vaxtı təyin edilib. Hər iki tərəf susur. Gözləyir, hansı tərəfdən bir səs çıxır. Hələliksə, Həmid. Siz. Mən deyirəm siz. Sizin sözünüzdən belə çıxır ki, siz mənim bacıma vurulmusunuz. Vurulmusunuz. Bəli. Axı siz onun neyinə vurulmusunuz? Sizin də yəqin sevginiz var. Siz onu nəyə vurursunuz? Ay, o qədər yuxarıdan yox. Hələ ki sən mənim yanıma elçiliyə gəlirsən. Mən sənin yox. Axı siz o keçinin siz onu bilirdiniz ki, Yunanistan'da bütün keçilər və keçiciklər bitki aləmini yeyib bitiriblər. Ustam, nə keçi? Bu nə sözdür danışırsınız? Bir də xahiş edirəm, mənim nişanlıma, yəni sizin bacınıza, mənim də yəni nişanlıma... Bircə oturun, bircə dəqiqə, əyləşin. Mən elə gəlir ki, siz avtomatlaşdırma və robotexnika fakültəsini bitiribsiniz, düzdür? Aha. Onda sizə bu kondisioneri yığmaq üçün 10 dəqiqə, yox 5 dəqiqə vaxt verirəm. Mən bilməliyəm, siz gələcəkdə mənim bacımı dolandıra biləcəksiniz, yoxsa yox. Buyurun, işə başlayın. Bax, burada sizi və qəhrəmanları tərk etməli olacaq. Axırıza müəllimə söz vermişəm. Sonluğu xoşbəxtliklə bitirməliyəm. Vaiz, Həmid, düşün aşağı. Rahidə, Çiçək, gəlin bura. İlyas, Körpə, siz də. Hökümət, Rıza, Dilbər, İradə, Xuliqan, sən də.
İnşallah